Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. 12 aprel 2025-ci il vacib bir xəbəri diqqətinizə çatdırıram. Aprel ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhəddini pozması müşahidə edilib. Məlumata görə sərhəd zastavası silaha komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb. Sərhəd naryatı tərəfindən dayan əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədi ilə atəş açıblar. Sərhəd naryadı tərəfindən dövlət sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun silah tətbiq edilərək cavab atəşi ilə atəş açan sərhəd pozucusu hadisə yerində zərərsizləşdirilib, biri saxlanılıb. Digər qaçaqmalçı isə havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə öz ərazilərinə qaçmağa nail olublar.